Bəzən olur ki, nəyisə niyyətimizdə tuturuq və yaxud da ki, hədəfimizdə, beynimizdə. Bu sağlamlıqla da bağlı nəsə ola bilər. Məsələn, bədənim daha sağlam olsun, falan xəstəlik getsin, məsəl üçün sağlam bədən olsun, saçlarım uzansın və yaxud da ki, dərim daha yaxşı olsun. Heç bir fərqi yoxdur. Hansı növdə deməli hədəf olur. Amma bu niyyəti tutanda beynimizdə tuturuq ki, bu mümkündür falan 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 yollarla. Və biz əgər hədəfimizi çox ciddi şəkildə saxlamadan niyyətimizi həmin yerində saxlayırıqsa, yəni niyyətimiz niyyət yerində qalır və buna heç bir şəkildə dəymirik. Amma hədəfin necə reallaşması barədə vacibliyi tamamilə yığışdırırıq və niyyət yadımızda saxlayaq ki, başqa insanla bağlı ola bilməz. Özümüz ilə bağlı olmalıdır. Və niyyəti saxlayarkən hədəf versiyalı, yəni necə mümkündür sualı da ola bilər. Amma bu cür və ya bu cür və ya bu cür olacaqdır yollarına tamamilə yapışmasaq, çox maraqlı şəkildə həyat özü tamam başqa variantlarda gətirib bizə nəyisə çıxarda bilir. Məsələn, hətta praktika eləyirik ki, mən bilmirəm də konkret bir misal çəkmək istəmirəm ki, yönləndirmə olmasın. Saçımı uzatmaq olsun. Saçımı uzatmaq niyyətindəyəm və fikirləşirəm ki, mən bu tutaq ki, rozmarini eləsəm saçım uzanacaq və ona görə də bu rozmarini sakitcə eləyirəm. Amma mən bu rozmarini eləyəndə tam olaraq əgər rozmarindən vacib şəkildə bir nəticə gözləsəm, bu nəticə olmaya da bilər. Ola da bilər, olmaya da bilər. Burada məqsəd həmin niyyətin anında dəyişməməsidir. Hə, yox, mən bu alınmadı, uzada bilmirəm. Xeyr, rozmarin olmadı, olmaya bilər. Amma mənim niyyətim saçımı uzatmaqdırsa, bu niyyəti mən yerində saxlayıram. Olmadı, bu başqa nəyisə gəlib mənim qabağıma çıxacaq və avtomatik olaraq gəlir elə bir yolla nəsə qabağımıza çıxır ki, deyirik ki, hə, rozmarin işə yaramadı. Amma məsələn, falan şampun işinə yaradı. Burada işə yarayan əsasən niyyətdir. Amma o rozmarini ən azından məsəl üçün bir həftə dalbadal istifadə edəndə beyin artıq başa düşür ki, bu bədənin, bu zehnin məqsədi var da, yəni artıq niyyət tam olaraq bəlli olur deyə. Hətta o rozmarini bir həftə istifadə etməyimiz belə bizim stabil şəkildə hədəfə doğru, niyyətə doğru davam etməyimizi gücləndirdiyi üçün hər hansı bir başqa variantı da gətirib çıxartmasına əslində dəstək olur. Ona görə də bir misal var ya, əgər hədəfinə necə çatacağını bilmirsənsə, yəni hədəfin varsa ona tərəf qaça bilmirsən, gedə bilmirsən, sakitcə addımla, o da alınmırsa, heç olmasa o səmtdə uzan. Uzan yat, amma o səmtdə uzan. Və bu da onun versiyalarından biridir ki, sən nəyisə hərəkət eləyəndə xırda bir hərəkətdir. Həyat artıq sənin hansı niyyətinə, nəyə doğru, hansı nəticəni əldə etmək üçün çalışdığını daha dəqiq görür və sən daha dəqiq başa düşürsən ki, sən nə istəyirsən. Buna görə də həyat başlayır sənə variantlar gətirməyə. Ona görə də əgər niyyətiniz varsa, nəyisə çatmaq istəyirsinizsə, buna tərəf nə mümkündür etməyi bilmirsinizsə də, əlinizin altında hər hansı bir variant varsa, xırda bir addım da olsa, davamlı şəkildə edəndə həyat özü gətirir, fürsətləri qabağınıza çıxardır. Ona görə də hər hansı bir variantdan da yapışıb qalmayın ki, yox, mütləq şəkildə bu belə yolla olmalıdır. Yolları biz heç vaxt bilə bilmərik. Həyatın yolları çox fərqli ola bilər, çox maraqlı ola bilər, çox gözlənilməz ola bilər. Ona görə də zehnimiz açıq şəkildə, niyyətimiz dəqiq şəkildə addımlarımızı davam etdirməliyik ki, həyat bizə bizim istədiyimizi verə bilsin. Çünki həyat belə bizə bizim istədiyimizi verə bilməyi üçün bizim həm icazəmiz olmalıdır, həm eyni zamanda açıq olmalıyıq ki, həyat bizə bunu yaşada bilsin. İstədiklərimizi ən gözəl şəkildə yaşamaq niyyəti ilə. İstədim sizlə də paylaşım.